Elə ki, o müşəyyi, yəni cənazəni götürənlər qayıtdılar və rəcəəl mutəfəcciu, ağlayanlar, ağlaşanlar, ahı nalə eləyənlər də qayıtdı, gəldi. Hədisdə də var ki, təsmə'u sovtən nial, insan qəbirdə qayıdanların ayaq səslərini eşidir, hiss edir. O ki, ağlayırdı, qışqırırdı orada qəbrin üstündə, o da onunla qalmaq olmaz ki, orada ya qəbirə girmək olmur, nə də onunla. Nə qədər əziz olsa, qayıdıb çıxıb gəlməli də ora, yəni qalmalı yerdir. Uqidə fi hufrətihi nəciyyən li bəhtətis sual və əsrətil imtihan. Həzrət buyurur ki, oturdarlar onu o hufrəsində, yəni qəbrində, sual-cavab eləməkdən ötürü, heyrətli suallardan ötürü, yəni heyrət yaradan suallardan ötürü və vəhşət yaradan imtihandan ötürü, qorxu yaradan imtihandan ötürü. Təsəvvür elə, adam deyir, imtihan verirəm, həyəcanlanır. Mən görmüşəm imtihan komissiyasının, o imtihan verənin qarşısında nə qədər uşaqlar qaytarır. Həyəcandan, stresdən qaytarırlar. Bəzisi, məsələn, bülbül kimi oxuyur, gedir orada, nədir? Həyəcandan yaza bilmir. Yaxşı, onu çıxan kimi də cavabın güllə kimi deyir. Amma orada yaza bilməyib. O vəhşətdən, heyrətdən, çaşqınlıqdan. Bu da onun kimidir. Həzrət deyir ki, elə bilməyin ha, elə bu məsələn, gələcək sizlə rahat imtihan verəcəksiniz. Onun heyrəti var, belə hovlu var, ondan sonra bir növ, bir xüsusi ab-havası var və bu yandan da imtihanın qorxusu var. Bu, burada imtihan verir, bu il keçməsə gələn keçəcək. Gələn keçməsə gedib texnikoma girəcək. Texnikoma da girməsə gedib sənət öyrənəcək. O da olmasa dünyanın 90%-nin neçə institut oxuyub, nə texnikom oxuyub, nə də sənəti yoxdur. Allah bir təhər dolandırır. Burada ölüm-dirim məsələsidir. Amma burada ölüm-dirim məsələsidir. Bu adam bilir ki, keçdim, 5-də gedirəm, xalidinə fiyhə əbəda.